Herkese sağlar. Bugün Atletico Madrid komandası ile beraber İspanya'daki Barcelona ve Real Madrid hegemonyasına son verip şampiyon olmağa çalışacağıq. Gördüğünüz gibi hazırda bu komandaların yer aldığı İspanya La Ligasında şampiyonluq üçün əlimizdən gələni etməyə çalışacağıq. Bu isə Atletico Madrid komandasının heyətidir. Gördüyünüz kimi heyəti, belə bir heyətimiz var. Klub 3-4-3 sxemi ilə oynayır və komandanın heyətinə baxsaq burada Clemente, Azpilicueta, Jimenez, Norman, Molina kimi bir çox futbolçularımız var. Amma mən belə fikirləşirəm ki, bizim yanında xəttimizdə biraz boşluqlar var və biz 4-2-2 sxemini oynamağa əslində üstünlük verəcəm. 4-4-2 sxemini oynayacağım. Bu sxem daha yaxşı olacağını fikirləşirəm Atletico Madrid klubu üçün və yaxud da Griezmannı biraz arxa plana çəkib, Sörloth qaba çəkib silahları bir iki takvilə etmək olar. 4-2-4 taktik sxemi əslində Atletico Madrid üçün yaxşı ola biləcəyini fikirləşirəm. İndi isə bu komanda üçün bəzi transferlərə ehtiyacımız var. Sol cinatı bizdə Koyra var, amma sağ cinat üçün eyni şey demək olmur. Burada Kofi falan var, yaxşıdırlar. Jimenez, Norman, Solina, Molina oynayır və falan qalan var. Klubu heyətində bir çox lazımsız oyuncular, məsələn, bizim 2 dənə əlavə boş yerə oyuncumuz var. Onlara klubda böyük ihtimalle yollara ayıracağıq. Julia Alvarez üçün 55 milyon avro ödəməyə hazır olan klublar var. Bunu da gördük. İlk olarak ise kimləri satmak kimi bir fikrimiz var. Mesela burada Borja Garces var. Onunla yollara ayırdım. Borja Garces'i sattık 822K'ya. Aynı zamanda diğer bir satacağımız futbolcuysa Giuliano Simeone olacaq. 7,9 milyon qiyməti var. Onunla da yollarımızı ayırdık. Bence bu futbolcular bize lazım değiller. 147,5 milyon ağzında pulum var. Artık transferlere yavaş yavaş başlamaq olar. Heyətimiz burada gördüğünüz gibi bir dənə sağ cinah oyuncusuna ehtiyacımız var şübhəsiz ki. Gəlin baxaq görək sağ cinah üçün ən ideal seçim olaraq kimlər var, kimlərə almaq olar. Heyətə hazırda baxsam buradan 80 overall oyuncular siyasında belə bir oyuncu görmürəm. Bura biraz artırar bunu. Görə biraz pahalı oyuncularda mesela Leroy Sané almaq olar, Osman Dembele almaq olar, Liverpool'dan Muhammed Salah'ı almaq olar. Aslında 32 yaşı var və klubda böyük iş görə biləcəyim fikirləşdiyim oyuncudur. Bu futbolcu üçün 63 milyon avro ödəməyə hazırıq və Muhammed Salah klubumuzun üzvü olmağa qəbul edir. 89 overallıq Muhammed Salah klubumuza transfer edilir və sağ cinahı məncə en ideal seçim olduğunu fikirləşirəm onun. Sağ cinah üçün Muhammed Salah'ı aldığım hücum xəttində Alvarez əslində dəyişməyə olar. Alvarez üçün 55 milyon avro ödəməyə hazır olan Lazio klubu var. Görək əgər işte Alvarez'i satsam onun yerine kim almaq olar? Bu dəqiqə Alvarez'in yerinə ala biləcəyim kim var? Onu da bilənəm. Baxaq, hazırda 10 oyuncu var. Lautaro Martinez var. 71 milyon qiyməti var. Paulo Dybala, Victor Osimhen almaq olar Galatasaray klubundan. Aynı zamanda Diego Jota falan, Artem Dobik de var. Alexander Isak var. Lewandowski'nin 35 yaşı var. Ronaldo'nu almaq olar, amma Ronaldo da qocalıb biraz. Baxıram ki, belə çox da oyunu almağa bir oyuncumuz yoxdur. Sadəcə Dušan Vlahović var ki, onun 86 overallı var. Yəni en azından Martinez'dən daha yaxşı Martinez almaq olar əslində. Lautaro Martinez. Bizim yan dəfə xəttində əslində oyunculara ehtiyacımız var. Sol cinahımız da biraz zəifdir. Sol cinah oyuncu almalıyıq. Bir şəkildə bir dənə baxaq. Hücum xəttində istifadə edəcək bir oyuncumuz var. Sol cinaha görə kim tapdı olar sol cinah üçün? Sol cinaha 6 futbolcu var ala biləcəyimiz. Vinicius'a 100 milyon istəyərlərkən Son Heung-minə 47 milyon qiyməti var. Son Heung-minin onda almaq olar 47 milyon qiyməti var. Müəyyən bir məvacib qarşılığında əslində Son Heung-mini klubumuza qata bilərik. Çünki Koyra o cinah üçün biraz zəif təsir bağışlaya bilər. Amma eyni zamanda bizim bir sol bekə ehtiyacımız var. Yan dəfə xəttimiz məncə yaxşıdır. Bir dənə sol bekə baxaq. Çünki sol bekimiz bizim biraz yox, həddindən artıq zəifdir. 81 overall var bizim sol bek oyuncumuzun. Sol bek üçün transfer girişimlərinə artıq rəsmi olaraq bunlar başladı və bu cinah üçün Andre Robertson var. Robertson və Theo Hernandez var. Theo Hernandez'e görə kiralı olaraq gəlmə komandaya gəlmək istəyəcək yoxsa yox. Kiralı olaraq gəlmək istəmir. Andre Robertson və Federico Di Marco var. Di Marco'ya bir təklif göndərməyə çalışacaq. Di Marco'ya Federico Di Marco Inter'in heyətində çıxış edir futbolçu.
Bu futbolcu üçün 40 milyon ödəyəcəyik və 40 milyon avro qarşılığında Federico Di Marco təklifimizi rədd edir. İkinci bir təklif verəcəyik. Bu dəfə 43 milyon avro qarşılığında verdi və təklifimizi bu dəfə qəbul edir. Federico Di Marco da klubumuzda heyətinə qatılmış olur. Di Marco'nun gəlişi ilə bərabər sol bekimiz biraz da olsa özündən gəlmiş olur və Renilo falan da var, qalan sırma olar. Çünki sol beklərimiz artıb. Və məncə bu satışdan sonra görək qalan yolumuzu ayırmağa çalışacağım, amma o qalan. Qalan yox əslində 30 yaşlı Renilo var, onunla yolları ayıracağım. Bəzilərə Son Heung-min. Sol cinah üçün Son Heung-min transfer edəcəyik və Premier Liqadan daha bir oyuncunu heyətimizə qatmış olacaq artıq. Kvaratskhelia da var, düzdür, amma mən Son Heung-min alacağım. 32 yaşı var və klub üçün kifayət qədər önəmli futbolçu yoxdur. 55 milyon avro ödədim bu futbolçu üçün və 55 milyon avroya Son Heung-min təklifimizi rədd edib. Bəlkə Neymar alaq. Neymar yaxşıdır dəqiqə. Neymar almalı, 32 yaşı var, 38 milyon qiyməti var Neymar Junior'un. Bu dönəmdə kluba faydalı ola biləcək bir futbolçu yoxdur Neymarda. Mən yaxşı Son Heung-min davam edəyəm. Onun 32 yaşı var, düzdür. Neymar'dan da daha yaxşıdır bu futbolcunun. 57 milyon avro qarşılığında Son Heung-min'i transferini rəsmiləşdirmiş oldu, amma yox, qəbul etmir Son Heung-min. Onda şey alaq, Neymar alaq. Ən yaxşısı Neymar gəlsin bizə. Junior Neymar üçün də bir 46 milyon avro ödəməyə hazırdır və 46 milyona Neymar'ı Atletico Madrid komandasına transfer etmiş oldu. Junior Neymar klubumuzun yeni üzvü olacaq. Neymar'ı kadroya qatdıq və Neymar'la bərabər klubumuzu özünə biraz da olsa gəlmiş olur deyə bilərik. Neymar'la Riquelme'nin yerini dəyişəcəyik. Riquelme'nin yerinə atacağıq Neymar'ı. Kadronu biraz ucaltdı və hücum xəttimiz artıq alev fışqırır demək olar. Julian Alvarez'in yerinə futbolçu alma bilərdim, amma Alvarez'in daha yaxşı olduğunu fikirləşirəm. Belə 55 milyon Alvarez hücum xəttində qalsın. Qalsın bizə kömək edər deyə fikirləşirəm. Aslında Osimhen'i almaq olar bu dəqiqə. Victor Osimhen'i almaq olar hücum xəttinə. Baxım oraya hücum xəttinə görüm. Hücuma bu dəqiqə Osimhen'i almaq olar Galatasaray komandasından 58 milyon qiyməti var. Və yaxud da Lautaro Martinez'i almaq olar. Görüm alınsa Martinez'i transfer eləmək istəyirəm. Hücum xəttini bir xeyli gücləndirmək istəyirəm. Təbii ki də yarım xəttində Samuel Lino'ya 30 milyon verirlər. Samuel Lino'nun təklifini qəbul edirəm. Çünki yarım xəttində çoxdur. Julian Alvarez üçün 55 milyon təklifi qəbul etdim və Lazio komandasından satdım bu futbolçunu və bu futbolçunun satışından sonra isə Lautaro Martinez'i kluba transfer edəcək. Lautaro Martinez Inter klubundan bir diğer Argentina futbolçu olan Lautaro Martinez'i 26 yaşı bu futbolçunu və bizə xeyir veriləcək fikirləşirəm. 81 milyon avro ödəməyə hazır bu futbolçu və təklifimizi qəbul etmir təbii ki Lautaro Martinez. Onda biraz da pulu artıraq. 71 milyon yox 91 milyon avro ödəməyə hazıram və bu avro qarşılığında Lautaro Martinez təklifimizi qəbul edir və Atletico Madrid klubunun yeni futbolcusu da Lautaro Martinez olmuş olur. Artıq klub daha çox güclənmiş bir hal alıb gördüyünüz kimi məncə bu heyətlə bərabər biz böyük işlər görmək mümkün olacaq. Eləcə gəlin vaxt itirmədən oyunlarımızı səmvəs etməyə başlayaq. Bizi qarşıda bir-birinə həyəcanlı və maraqlı oyunlar silsiləsində heç şübhəsiz ki gözləyəcək. Inter'e qarşı hazırlıq oyunda ilə Lautaro Martinez atdığı qolla 1-0 hesabla qalib gəlməyə müvəffəq oldu. Onu qeyd edək və keçək liqa oyunlarına. İspanya Süper Kubokunda kanalımız iştirak etmirdi. Ona görə Süper Kubok oyunlarını keçirik. Və gəldi İspanya La Ligasına. İlk oyunda isə rəqibimiz kim olacaq? Real Valladolid klubu olacaq. Bu komandaya qarşı ilk İspanya La Ligas oyunumuza Rodrigo de Paul gol atır və onun attığı gol sayəsində Atletico Madrid klubu ilk oyuna qələbə startını vermiş olur. İkinci turda isə rəqibimiz Las Palmas'dır. Bu komandaya qarşı oyunda isə evdəki oyunda Neymar hesabı açır 18-ci dəqiqədə və onun atdığı golla daha sonra Lautaro Martinez də gol atır və 1-2-0 hesabla qalib gəldik. Bu hesaba yansıda bilmir Madrid təmsilçisi və xalı hazırda
7 olur. Keçirik 4-cü tur çərçivəsində. 4-cü tur çərçivəsində isə qeyd edək ki, Atletik komandası ilə qarşılaşacağıq. Bu oyunu gələn simulyasiya edək. Atletik komandasının qarşı oyunumuzda bu oyunda görə Atletik hesabı açır. Və ardından Antoine Griezmann 10 nəfər qaldığımız oyunda 2-1 hesabı ilə məğlub edərək Atletik komandasını uduruq və 4 turdan sonra 10 xalımız var. Keçirik Real Madrid ilə qarşılaşmaya. Real Madrid ilə maçda bizim üçün əhəmiyyət kəsb edir. Rodrigo De Paul bu oyunda iştirak edə bilməyəcək. Onu atdıq buraya. Griezmannla bunların ikisinin yerini dəyişək. Çünki Lautaro Martinez'in yeri əsasən hücum xəttidir. Bunlar ikisinin yeri dəyişdi və digər maçımız olan Real Madrid ilə olan oyunu simulyasiya edək. Evdə oynayırıq. Wanda Metropolitano oyunda Real Madridə 2-1 hesabı ilə qalib gələn Atletico komandası Bəlgiçədə bu oyundan sonra Real Madridin ilk məğlubiyyətini bizdən almış olur və klubumuz hazırda 3-cü pilləyə qalxmış olur 13 xal ilə bərabər. Keçirik 6-cı tura. 6-cı turda isə qeyd edim ki, Valencia ilə qarşılaşırıq. Valencia ilə oyunda görə hansı hesab olacaq? Valencia qarşı oyunda isə səfərdə Lautaro Martinez'in atdığı qol sayəsində 1-0 hesabı ilə qalib gəlməyə müvəffəq oldu. Bunu qeyd edim. Və indi isə keçirik növbəti tura. Artıq 6 tur bitdikdən sonra 16 xalımız var. Real Betis ilə xallarımız bərabərdir. Real Betis'in təbii ki, birinci olması ayrı bir sürpriz məqamdır. 7-ci tur çərçivəsində Leganes ilə qarşılaşırıq. Gəl Leganes oyunda simulyasiya edək. Görək bu oyunda hansı hesab qeydə alınacaq. Leganes ilə oyunu keçirik ki, Muhammed Salah hesabı açır. Muhammed Salah ardından Koke və Lautaro Martinez atırlar və Atletico Madrid komandası 3-0 hesabı ilə qalib gəlmiş olur. 19 xalla birinci pilləni yolunu tutur. Və növbəti tur Sevilla ilə qeyd edim ki, qarşılaşırıq. Sevilla ilə qarşı oyunda isə Atletico Madrid komandası bu çətin Ramon Sanchez Pizjuan səfərində 2-1 hesabı ilə məğlub olaraq liqadakı ilk məğlubiyyətində Sevilla səfərində almış olur. Və bu məğlubiyyət bizi 4-cü qeyd edək ki, sıraya atır 19 xalla bərabər. İndi inşallah gəlin keçək 20-ci tura görə 20 turdan sonra artıq Atletico Madrid komandası liqada necə bir vəziyyətdə olmuş olacaq. Və Atletico Madrid komandası ilə artıq 20-ci tura gəldik. 20 tura sonra hazırda 49 xalımız var və görək gələn 21-ci turdakı oyunumuzu simulyasiya edək. Qeyd edək ki, Las Palmasla bu turda qarşılaşırdıq və bu komandaya qarşı oyun səfərdə 4 hesablı qələbə qazanmış oldu. Və bu qələbə sayəsində biz hazırda qeyd edim ki, xalımızı qaldırdıq 52 xala. Real Madrid komandası 20 oyunda 20 qələbə qazanan, 21 oyunda əslində 20 qələbə qazanan və Real Madridin bir məğlubiyyəti var. O da ki, bizə qarşı olan oyunda olub. Aramızda 8 xallı bir fərqimiz var və bu fərqi əlimizdən gəldiyi qədər əritməyə çalışacağıq. Görək nə dərəcədə bu bizdən alınacaq yoxsa yox. Gəlin keçək növbəti oyunlarımıza. Növbəti oyunda qeyd edək ki, Alaveslə qeyd edək ki, qarşılaşırıq. Gəlin Alaveslə oyunda simulyasiya edək. Alavesə qarşı oyunumuzda simulyasiya etdikdə bir görürük ki, buradakı oyunda Axel Witsel və Marcos Llorente fərqlənirlər. 2-0 hesablı qələbə qazanmış olduq. Bu qələbə sayəsində xalımızı biraz artırmış olduq. Hazırda 55 xalımız var. Real Madridin xal itirməni gözləyir. Hələ ki, onlar xal itirmirlər. Biz isə Çempionlar Liqasında Liverpool'la qarşılaşacağıq. Bizi çətin və dramatik bir oyun gözləyəcək. Evdə oynayırıq. Dolma keçlər önündə Wanda Metropolitano stadionunda Liverpool oyunumuzda təəssüf ki, minimal hesablı məğlubiyyət yaşamış oldu və bu məğlubiyyətdən sonra isə Liga mərhələsini 14-cü olaraq bitirmiş oldu və bizim playoff turu oynayacağımız rəsmiləşmiş oldu. Görək playoff turunda kimlə qarşılaşacaq? Bu suallarda birazdan aydın gəlmiş olacaq. Bu da ilk 8 yerin sahibidir gördüyünüz kimi UEFA Çempionlar Liqasında. Keçək playoff raundlarına görə playoff raunduna rəqibimiz, baxıram burada Çempionlar Liqasında rəqibimiz Leipzig olacaq. Leipziglə maraqlı bir oyun bizi şübhəsiz ki gözləyəcək. Birazdan yəni Real Madrid qarşı oyunumuz var. Oyunu simulyasiya edəcəyik. Əvvəlcə Atletik komandasına qarşı oyunu gələn simulyasiya edək. Heyətimiz hər şey tam olaraq hazırdır və keçək Atletik Bilbao oyunumuza. Atletik komandasına qarşı səfərdəki oyun vacib bir qələbə qazanmış oldu. Bu qələbə sayəsində biz
Real Madrid kubu itirmir, onlar bu dəfə Alaves üzərində 5-0 hesabı ilə qələbə qazanmış oldular və biz növbəti turlarda Real Madrid ilə qeydətçi qarşılaşırıq. Real Madrid'e qarşı oyunda 24-cü tur çərçivəsində olan bir qarşılaşma idi bu və bu kluba qarşı oyun səfərdə 2-0 ucuddur, 2-2, 3-2 oldu, 3 oldu və 3-3 bərabər qaldı. Riquelme bizi məğlubiyyətdən xilas edir və maç 3-3 bitir. Real Madrid'dən bu son biz 4 xal almağı bacarmışıq. Bizim üçün yaxşı nəticə ola bilər, amma hələ ki eyni şey bizim üçün getmir, çünki o qədər yaxşı bir performans göstərmirik ki, Ligada Real Madrid'in hazırda 8 xal gerisindəyik. Valencia oyundakı 3-1'lik qələbə sayəsində xalımızı biraz azaltmış oldu. Baxa görə Real Madrid bu tur xal itirir yoxsa yox? Yox, Real Madrid xal itirməyib. Artıq səfərində də 3-0 hesabı ilə qələbə qazandılar. Hələ də 8 xallıq fərq davam edir. Birazdan bizi UEFA Çempionlar Liqasında playoff raundunun oyunları gözləyəcək. Elə isə gələn ki, Kubok'a. Kubok'da isə 4-1 finalda Rayo Vallecano ilə qarşılaşdı. Bu oyunda isə Alexander Sørloth və Lautaro Martinez'in attığı qollarla 2-0 hesablı qələbə qazanmağa müvəffəq oldu və xalımızı biraz artıq çempion arasında da playoff oyunlarında Fenerbahçe Aston Villa 2-2, Barcelona Galatasaray 0-0 hesabları qeydə alınıb. Bizim isə rəqibimiz Leipzig olacaq. Almanya təmsilçisi ilə qeydətçi qarşılaşırıq. Gələn bu oyunu simülyasiya edək. Leipzig'ə qarşı oyun ilk oyunda, Almanya'dakı oyunda bərabərlik qeydə alınır. Bu oyunda da indi keçəcəyik birazdan cavab oyununa. Cavab oyunları çox böyük əhəmiyyət kəsb edəcək bizim üçün Leipzig'ə oyunda, çünki turu keçmək istəyirik alınsa əgər. Bu turda Leganes ilə qarşılaşırıq. Leganes komandasına qarşı oyunu gələn simülyasiya edək. 26-cı tur çərçivəsi Leganes ilə qarşılaşdıq və Leganes'e qarşı oyunda Rodrigo De Paul, Muhammed Salah, Neymar fərqləndilər və 3-0 hesabı qeydə alındı bu oyundan sonra. Və cavab oyunu üçün Wanda Metropolitano stadionuna bağlanaraq burada rəqibimiz Leipzig'dir. İlk oyunda 1-1 bərabərə qalmışdı. Bu dəfə cavab oyunu doğma rəqəşlər öndə bu komanda ilə qarşılaşdıq. Evdəki oyunda isə 10 nəfər qalmamıza rəğmən rəqibimizi 2-1 hesabı ilə məğlub edərək UEFA Çempionlar Liqasında son 16 turuna adımızı yazmış olduq. Sürpriz hadisələrdən biri baş verdi ki, Galatasaray Barcelona səhətini keçir 1-0 hesabı ilə bu son Barcelona komandası ilə uğurlu bir çıxış etmədi görürük. Bu da Avropa kuboklarında digər maraqlı hesabları gördünüz. Neymar Çempionlar Liqası 3 maç alır. Rodrigo De Paul eyni şəkildə 3 maç boyunca cəza almış olduğunu görmüş olduq. 27-ci tur Sevilla ilə qarşı, daha sonra bizi Liverpool'a qarşı bir oyun silsiləsi gözləyəcək. Bu turda isə 27-ci tur çərçivəsində biz qarşılaşdığımız Sevilla oyununda evdəki oyunda Muhammed Salah fərqlənir və 10 attığı gol sayəsində biz Sevilla'nı 1-0 hesabı ilə məğlub edirik. Keçirik növbəti tura 68 xalımız var və Liverpool'la qarşılaşırıq. Liverpool maçı önəmlidir bizim üçün bu turda. Çünki bu son 16 turun artıq oyunları da ilk oyunda evdə yox, səfərdən yürüyük. Enfield Road'da Griezmann, Marcos Llorente hesabı 2-1 etmişdi, amma daha sonra Cody Gakpo imkan vermir ki, görüş Atletico'nun qələbəsi bitsin. İlk oyun 2-2 hesabı ilə hələ ki bitir. Bu hesab qeydə alınır. City'nin 9-0'lık qələbəsi burada ən önə çıxan məqamlara hesab olunur. Beşiktaş komandası Avropa Liqasında yolunu davam edir. Onu qeyd edək. Və Girona ilə qarşılaşırıq. 28-ci tur çərçivəsində səfərə yollanırıq. Girona səfərində görək 3 xal almaq mümkün olacaq yoxsa yox. Abel Ruiz savaşçı və 10 attığı goldan sonra ardından Joan Pep fərqlənir və təəssüf ki uğurlu hesab qeydə alınmır. Real qələbələrinin sıralama Davidi və xal fərqini artıq 11 xal çıxarmağa müvəffəq oldular. Bu dəfə isə evdə Real Madrid, evdə Liverpool'la qeydətçi qarşılaşırıq. İndi isə gəlin bu oyunu simülyasiya edək, görək Liverpool'a qarşı cavab oyununda hansı hesab qeydə alınacaq. İlk oyundan sonra ikinci oyunda Griezmann, Muhammed Salah və 3-2 hesablı qələbə qazanmış olduq və UEFA Çempionlar Liqasında adımızı artıq 4-1 finala yazmış olduq. 4-1 finala. City'nin Benfica üzərində 2 oyuna görə 15-0'lık qələbəsi önə çıxan məqamlara hesab oluna bilər. Və keçirik indi UEFA Çempionasının birazdan 4-1 finalda Juventus'la qeydətçi qarşılaşacaq. İndi isə gəlin biz keçək biraz irəlilərə simülyasiya edək, görək irəlidə hansı hesablar qeydə alınıb.
davam edirik və qeyd edək ki, bu dəfə Celta ilə qeyd edək qarşılaşırıq. Bu oyunu gələn simulyasiya edək. Klubumuz Celta Vigo komandası ilə qarşılaşdı və bu oyundakı simulyasiyadan sonra Neymar, Muhammed Salah 2 qol fərqləndilər və komandamız 2-0 hesablı qələbə qazanmış olur 36-cı tur çərçivəsində. Bizi isə əsas maraqlandıran UEFA Çempionlar Liqasındakı oyunumuzdur və bu qələbə sayəsində 8-2 xala çıxmış olduq. Çempionluğun sonra Real Madrid komandası təmin edib. UEFA Çempionlar Liqasında isə Bayern Münhen ilə qarşılaşacaq. Bizi çox maraqlı və həyəcanlı bir oyun şübhəsiz ki gözləyəcək. Gəlin bu oyunu simulyasiya edək və ümid edək ki qələbə qazanma ümidi ilə. Heyətimiz tam olaraq hazırdır oyun üçün və gəlin maçı simulyasiya edək. Allianz Arena'da ilk oyunda qarşılaşırıq və ilk oyunda Bayern Münhen ilə qarşılaşırıq. İspaniyanın tək təmsilçisi olaraq davam edirik. Griezmann, Neymar, Koke, Lautaro Martinez maçın son dəqiqələrində Gnabry və Harry Kane qol atdılar. Maç 4-2 hesabı ilə bizi və Atletico Madrid komandası finala çıxmağa çox yaxındır. Artıq hazırda qol qalırdı isə Antoine Griezmann 10 qol var. Onu qeyd edək. Və finala yavaş-yavaş yaxınlaşırıq. İndi isə Real Betis'e qarşı bizim bir oyunumuz var. Bu da İspanya La Ligası çərçivəsində olan bir oyunumuzdur. 37-ci turda cəmi 2 tur qalıb artıq bitməyinə qeyd edək ki, çempionatında. Real Betis'e qarşı oyunda 1-1 bərabərə qaldıq. İspanya La Ligası bizim üçün artıq o qədər əhəmiyyət kəsb eləmir, çünki çempion şansımız əldən gedib. 37 tur artıq bitib İspanya Liqasında və Bayern Münchenə qarşı cavab oyunumuz var. Gələn cavab oyunu simulyasiya ilk oyunda 4-2 hesabı ilə qalib gəlməyə bacarmışdıq və görə Atletico Madrid tarixində 3-cü dəfə Çempionlar Liqasında final çıxmağa müvəffəq olacaq, yoxsa yox. Bu oyunda yəni simulyasiya edək ki, Rodrigo De Paul hesabı açır və ardından Koke'də son nöqtəni qoyur və Atletico Madrid komandası Bayern Müncheni 2-0, ümumilikdə isə 6-2 hesabı ilə məğlub edərək UEFA Çempionlar Liqası finalında Manchester City ilə qarşılaşmağa haqq qazanmış olur. İspanya La Liqasının son turundayıq və son turunda Osasuna ilə qeyd edək ki, qarşılaşırıq. Gəl Osasuna ilə olan maçı ilə simulyasiya edək. İspanya La Liqası çərçivəsindəki bu sonuncu qarşımıdır və Osasuna ilə 4-2 hesabı ilə qalib gəlmiş olduq və Osasuna səddində qeyd edək ki, keçirik və 86 xalımız olarkən kubok finalı bizi gözləyəcək. Kubok finalında isə Mallorca ilə qeyd edək ki, qarşılaşacaq. İspanya Kral Kubokunda Kral Kubok qazanma şansımız var. Görə Kral Kubokunu qazanmaq mümkün olacaq bizim üçün, yoxsa yox. Oyun sürətli templə başlayır. Azpilicueta və Jose Jimenez atdığı qollar sayəsində Atletico Madrid komandası İspanya Kral Kubokunun sahibi olmağa müvəffəq olur bu sezonda. İndi isə keçirik təbii ki də Çempionlar Liqası həyəcanına. Ən çox maraqlı görəcəyimiz o final. Çempionlar Liqasında rəqibimiz Manchester City komandası ilə bu komanda ilə qarşılaşacaq. İndi gələn bu oyunu keçək. Manchester City komandasına qarşı olan oyunumuzda isə Erling Haaland hesabı açır. 10 nəfər Atletico Madrid komandası və rəqibinin təəssüf ki 1-0 hesabı udularaq Çempionlar Liqası finalında çempion olmaq şansını əldən vermiş olur. Və beləliklə Atletico Madrid komandası ilə bərabər bu karyeranın da sonuna gəlmiş olduq. İspanya Kral Kubokunda çempion olduq. Çempionlar Liqasında finala qədər gələ bildik, amma təəssüf ki finalda udmuş oluruq. Bu karyeranın sonuna gəlmiş olduq. Sağ ol, salamat qalın. Növbəti karyelərdə görüşmək ümidi ilə. Hələlik.